你好，你好吗？我很好，谢谢。你呢? Bugün sizinle Çin dilində salamlaşmağı və necəsən sualını verməyi öyrənəcəyik. Başlayaq. Ni, sən, hao, yaxşı. Birləşdirək. Ni hao, salam. Sözün əsl mənası sən yaxşısan olsa da, gündəlik danışıqda xoş bir salam kimi istifadə olunur. Bəs necəsən sualı necə verilir? Cümlənin sonuna ma əlavə edirik. Ni hao ma, necəsən? Cavab vermək üçün wo hen hao cümləsindən istifadə edirik. Mən yaxşıyam. Söhbətə davam etmək üçün ni ifadəsindən istifadə edəcəyik. Bunun mənası bəs sən. Məsələn,谢谢, ni, təşəkkürlər, bəs sən. Beləliklə, bugün siz Çin dilində salamlaşmağı öyrənməklə artıq Çin dilində